Belə canlarım, gəlin birlikdə saçlarımı boyayaq. 3 aydır ki, artıq saçlarımı boyamıram. Boyadan məhv olub, amma yenə də məhv etməyə davam edirik. Niyə də olmasın? Kökü bizdədir, uzanar. Boyamadan öncə bütün duaları edəcəm ki, təzə düzəltdiyim dırnaqlar boyanmasın. Bunu istifadə edəcəm. Görək necə olacaq. Dırnaqlarım boyanmasın deyə belə əlcəklərdən istifadə edəcəm. Prosta əlcəyin barmağı mənim dırnağım boydadır. Bu necə əlcəkdir? İdarə edər. Geçən saç boyama videosunda dedilər ki, altını kəs. Qabağından üflə, hamısı rahat çıxacaq. Görək. Deyəsən çıxdı. Hamısı çıxmadı sanırım. Bakayım. Hamısı qaldı içində. Olmadı bu. Bəyənmədim. Bu taktiki sevmədim. Elim bulaşacaq. İnanamıyorum. Dayanzayım. Saçım elə bir narıncı olacaq. Bu arada sabah Türkiye'ye gedirəm. Bu kadar hazırlıq hamısı ora üçündür. Uzun saçlar baxım istəyir. Mən heç bir baxım eləmirəm. Ona görə də saçlarım yıpranıb. Bir sürü saçla bağlı səhifə izləyirəm. Qızlar izləyirəm. Qızlar sapsarı saçla, parlaq saçlarla gəzirlər. Bunu necə bacarırlar görəsən? Sarı saçlara qulluq daha çətindir əslində. Qızıl saçlardan. Bu hekayədə yanan 3 illik pijamam oldu. Saçlarımı boyadım, bitirdim aşkolar. Çox narıncı değilmiş kimi, biləmədim. Belə pis görünmür. İnşallah yaxşı olar. 20 dəqiqə gözləyək, saçımı yuyub gələcəm. Saçlarımı yuyub gəldim, yaş belə görünür. Görək qurudandan sonra necə görünəcək. Və son olaraq saçlarımın rəngi belə görünür. Sadəcə bu qurutduğum halıdır. Bunu birazcık şəkilləndirsəm məncə mükəmməl görünəcək. Mən bəyəndim. Saçlarımı buranda da belə görünür. Çox qəşəng görünürlər. Əminəm ki, saçlarım günəşdə daha da gözəl görünəcək. Sabah günəşdə sizə necə göründüklərini də göstərəcəm. Güneşte de böyle görünür.